Oldu ki 21 yaşında oğlan 150 bin dolar borcu bir ilə qaytardı və hətta ondan da artığını qazanıb yeni şirkət qurdu. Həmin an pul olmadığı anda biznes başlamaq çox çətindir. Biznesə həmişə kapital lazım. Və ona görə çox adam şikayət edir ki, mən filan şey eləyərdim, amma pulum yoxdur, pulu hardan tapım, investisiya hardan tapım, nəyimi satım və s. Reallıq odur ki, demək olar qəpiksiz belə biznes başlamaq olar. Əgər sən nəsə bacarırsansa və yaxud çox az kapitalla, nə bilim 500 manatla, 1000 manatla belə biznes başlamaq olar və realdır və bunu eləyən tək mən deyiləm, ən qədər tanıdığım insanlar var ki, bunu eləyə biliblər. Həmin an əgər mən əvvəl trafiki sayta alırdım və reklamı satırdım. İndi mənim artıq trafik almağa pulum yoxdur. Oturdum fikirləşdim. Ümumiyyətlə bloqda, həmin o depressiya vaxtında çəkdiyim video bloqda hər gün onun mən rekord eləmişəm, ideyaları və s. özümdən paylaşırdım. Belə eləmək olar, belə eləmək olar və onların arasından biri tutdu. Və düşüncə tərzi o idi ki, mənim pulum yoxdur. Mən necə eləməliyəm ki, pul sərf eləmədən, investisiya eləmədən pul qazanım. Və bildiyim bir şey də saytların hazırlanmasıdır. Saytı hazırlamağa developerə pul vermək lazımdır, serverə pul vermək lazımdır, bir işçi tutmaq lazımdır, kontenti doldursun və s. və axır kimi xərcləri var. Sonra da hələ bir reklama pul lazımdır. Bunların heç biri olmadığına görə mən fərqli düşünməyi öyrəndim və başladım bu sahədə. Elədiyim şey nə idi? Web saytlarının hazırlanması üçün yeni bir yanaşma ortaya qoydum. Bircə skript yazdırdım. O PHP-də bilənlər bilir, index PHP-də bir fayl. O faylın vasitəsilə mən 10 dəqiqə ərzində, 20 dəqiqə ərzində istənilən başqa web saytı klonlaya bilirdim. O texniki solutionu tapdım. Onu yenə də özüm yazmadım, developerə yazdırdım. İndi pul nə etsə 100 dollar, 200 dollar nə etsə yazdırdım. Onun sayəsində həftədə 10-20 dənə sayt açıb belə bir saytlar şəbəkəsi qurdum. Web saytlar şəbəkəsi. Web sayt bilməyənlər üçün deyim ki, o vaxtki mobil telefonlar üçün ringtonlardır, wallpaper'dir, şeylərdir, temalar idi və oyunlar, bu cür content olan saytlar idi və ağ-qara sayt, sadəcə linklərdən ibarət bir sayt. Bunu elədim və bunun sayəsində deməli mənə content manager lazım deyil, mənə developer lazım deyil. Bir dəfə pulunu vermişəm, bir dənə fayl yazıb, settingslərini özüm dəyişirəm. Hər dəfə bir saytı klonlayıram.